Tomo obrazı əslində sizə deyim, mənim işlədiyim idarədə o formada bir xanım var idi. Hal-hazırda var, işləyir yəni o. Mən bu obrazı deməli çəkmişdim mart ayında. Özüm üçün Snapchat-da belə telefon tutmuşdum, çəkirdim özümü. Evdə oturmuşdum. Orada sehirli aləmə baxırdım televizorda. Qoyunca belə çəkirəm özümü. Reski gəldi, danışmağa başladım ki, hə belə 40 ildir mən bu xalçada işləyirəm. Güya kimsə gəlib yanıma, onunla danışıram. Elə prosta qoydum onu da, qaldı telefonda. Paylaşmadım onu. Ondan sonra işdəkilərə göstərdim ki, bəs belə bir obraz var. Dedi, bu bizdəki xanıma oxşuyur da. Yanlış çəkməyəcəm. Bizdəki xanıma oxşuyur. Dedi, bunu paylaşdım. Yox, bunu paylaşa bilmərəm. Paylaşaram, mənə sonra onsa buxalter işləyir, pulumu kəsər, ya nəsə eləyər. Ona görə paylaşmadım mən onu. Ta ki, işdən çıxandan sonra mən Sakreşeniyə düşdüm. İşdə, aprel ayında. Apreldə işdən çıxdım. Ondan sonra bir ayda gözlədim ki, mənə pulumu versinlər, kompensasiyanı versinlər. Ondan sonra paylaşım. Mayda onu paylaşdım. Tomo partladı. Ondan sonra get-gedə gördüm, Tomanı sevməyə başlayırlar. Tomanın adı yox idi hələ, heç kim qoymamışdı. Mən özüm dedim ki, bəs nəsə ad qoymaq istəyirsinizsə mənə yazın. Orada yazdılar Tamela, nə bilim, İrada da zaten elə də yazmışdılar. Mən Tamelanı daha çox sevdim və Toma qoyduq adını. Elə ondan sonra getdi bir Toma belə. Mən özüm də fikirləşə bilməzdim. Yəni düşünə bilməzdim ki, Toma necə belə gedə bilər. Heç qaman oxumaq istəyirəm mən. İçimdən gəldi. Saat 6-da gecəbəsi hamısı gediblər. Oxuyum. Bir dənə də. Bax. Sen başıma gelen en az en çok hatalarım. Ah sen her şeye rağmen bana sevap günahlarım. Bilmirəm, xəbərim yox. Okey. Amma bilirəm ki, biri baxıb, prosta mənə demirlər də, inci, yəni ki, inciməzlər. O daha kobud bir xanım idi. Yəni Tomanı mən daha biraz soft eləm, biraz gülərüz, sözünü gülə-gülə deyən eləmişəm. O naql ilə belə sözünü deyirdi, o formada deyirdi. Что ты такой? Oğlum, gel посмотри mənim qalazalarıma. Sen neçə aydır bu idarədə işləyirsən? Burası interesadı mənə. 3 ay. 3 ayda sən tabel yazmaq öyrənə bilmədin də. Kişi kimi dirəşdin ki, mən bu tabeli öyrənməyəcəm yazmağı. Excel formasını sənə attım. Keç olmasa oradakına baxıb yazasan. Onu belə bacarmısan. Balam sən nə bacarırsan? Toma niyə belə sevildi? Toma bütün idarələrdə Tomadan var da. Yəni o formada bir xanım var. Hamı o xanımdan nəsə çəkib, zülm çəkib, ya nəsə çəkib. Ona görə onlara doğma gəldik. Yəni bu xanımdan bizdə də var. Bundan bizdə də var. Ona görə yəni ki, belə sevgi həm sevirlər, həm də zəhərləri gedir. Çoxsunu. Yəni ki, ona görə sevirlər ki, bütün idarələrdə belə bir Toma obrazı var. Yəni. Сабричка, он не самая, друг, не söndür. Давай быстрее. Тебе не холодно? А мне холодно. İraya da. Biz hələ qızmamış. Səni bilmirəm, qızmısan, qızmamısan. Sonra Fatih'im ne samaya, xətrinə dəyməsin. Toma tamamlandan sonra reklamlarım çoxaldı mənim Toma ilə bağlı. Necəsə. Mən əvvəllər ləhcə ilə çəkirdim, qalx ləhcəsini çəkirdim. O vaxt reklamlarım az idi. Həm də çox üstünə düşməmişdim mən səhifənin. Çünki həm işləyirdim, həm səhifəni idarə etmək çox çətin gəlirdi mənə. Alındıra bilmirdim. Amma işdən Sakreşeniyə düşdükdən sonra ancaq bütün yükümü bura verdim. Və Toma o momenti çıxdı. Ondan sonra reklamlar çoxalmağa başladı və çoxsu Toma ilə istəyirlər reklamları. Dəyişiklik bu formada olub ki, yəni reklamlarım çoxaldı Toma ilə mən. Qalxdıq dolu yağda çıxdı ne məncə? Dang bütün dollar hamısı başıma dəydi. Ondan sonra xəstələm. Что qızım? Чем ты говоришь? Kızım ben 40 ildir bu idarədə işləyirəm. Mən hələ bir dəfə olsun bültənə çıxmamışam. İnanırsan sən? Yadında saxla. Yaxşı buxaltır nə bültən, nə bayram, nə toy, nə yaz, nə otpuska heç nəyə çıxmalı deyil. Elə tanıyan da var, ləhcə ilə tanıyanlar da var. Mən ata-oğul ləhcə ilə bir yerdə çəkirdim, onunla tanıyanlar da var. Yəni qalx ləhcəsini, qalx olaraq tanıyırlar daha çox. Daha çox o formada tanıyırlar yəni. Bilmirəm, simadan bəlkə çox tuta bilmirlər. Toma siması başqadır, mən başqayam deyə. Tutanlar var amma keçən dəfə bir şəhərdə bir yerdə gəzirdim. Bir dənə buxaltın özü yaxınlaşdı ki, mən sizi xoşlayıram. Mən fikirləşmədim ya, mən Toma hardan bizə, mən Toma yanında. Yəqin səhifəyə girib baxıb da sifətimə. Gəldi yaxınlaşdı, şəkil çəkdirdi, ölürəm sizdən ötürü falan. Mən dedim çox sağ ol. Tomadan ötürü, mən ötürü. İrayda liftə
Çəkdin akt. Dobro utru. Sənin göz açılmamış. Nə maaş salmışsınız hamısınız. Görürsünüz 2 nəfərik biz. Çalışırıq ki olsun da tez bazar. Hadi kız bilmir de bacağımı aldıra bilmir. Canım ben öğrencisin anatomi yaşım. Ben seni öğreteceğim. Ben hiç kim öğretmemişti. Olacak. Maksimum sabaha olacak imkan verseniz. Yox. Daha çox xoşuma gəlir mənim. Mən özüm şirbürcüyəm əslində. Mənim xoşuma gəlir belə sevilmək, parlamaq, hamı tərəfindən sevmək. Şirbürcülər xoşlayırlar da belə sevilməkdir. Ona görə mənim üçün çox xoşdur insanlar tərəfindən belə sevgi ilə qarşılaşmaq. İlk dəfə deyəsən 2020, tam yadımda deyil, 2023-də mən başlamışam o vaxtları. Ləhcə ilə başlamışdıq, dostumla bir yerdə çəkirdik. Əvvəl əslində dostum başlayıb, mən onu çəkirdim. O biraz məşhurlaşmağa başladı. Biz bir yerdə videolar falan çəkirdik. Ondan sonra dedim ki, mən özüm də çəkə bilərəm də. Başladım özüm çəkməyə, o məni çəkməyə başladı. 2023-cü ildə başlamışdıq. Yəni ləhcə ilə bir şey çəkmişdim, tam yadımda qalmayıb. Amma ilk dəfə başlayan videomu da ləhcə ilə idi. Məndən yol soruşurdu. Yadıma düşdü. Məndən yol soruşurdu dostum. Rus dilində soruşurdu. Mən də rus dilində bilmirəm. Mən sifətimə baxın, mən rus dilində bilmirəm o dərəcədə. Gəlib yaxınlaşıb rus dilində söz soruşur. Mən də ləhcə ilə cavab verirəm mən dostuma. Deyir ki, bəs rus dilində bilmirsən? Deyirəm, yox da bilmirəm. Deyir ki, sifətimi dəyişdi onu da. O formada cavab verir. O partlamışdı ilk videom. Ondan sonra davam elədim. Sonra ləhcəyə keçdim, rayona getdik, orada videolar çəkməyə başladım. Amma az çəkirdim də, yəni həm işlə, həm səhifəni idarə etmək mənə çətin gəlirdi. Ona görə çox tez parlamadım mən, gec parlama başladım. İndi aprel ayından sonra başa parlama başlamışam. Demək olar ki, doğmadan sonra. Allah haradır? Ayxan, çox bağışında haradır? Mən içmişəm. Ay Allah Allah, mən də bilmirəm nə aradılar. Tıncıq demək. Bu işin qalxdasın mı? Sən də qalxdın. Mən də qalxdım. Ay canım. Amma bax, şeydir, ha burada asaq xidmət var, gedib yerənə. Gedək. Videoların mövzularını hərdən olur ki, Instagramda kimlərdənsə görürəm. Oradan nəsə götürürəm, özümkiləşdirirəm, ondan sonra paylaşıram. Hərdən olur, misal Tomanın obrazında başıma gələn hadisələrdir idarədə. Olan şeylərdir. Onları mən yığmışam, necəsə yığılıb da beynimdə qalıbdı. Onları götürüb çəkirəm. Ləhcələrdə ata-oğulla arasında o sadəcə ağlıma gəlir, o formada bir şey, onu götürüb çəkirəm. Yəni ya da kimdənsə görürəm, onu götürüb özümkiləşdirib o formada çəkirəm yəni. Humoristinin formalaşmasına təsir. Onun üçün mən humorist insanam. Mən doğulandan olsa humoristəm. Evdə kiçik hərəkətlər edirdim. Dəfə alıb beləncə. Dəfə yox padnosu alıb belə nəsə oxuyurdum. Başım belə. O vaxt Bülent xanımın xoşum gəlirdi. O figurası var idi. Başını belə edirdi. Ondan eləyirdim. Yəni doğulandan mən olsa humoristəm. Həm də dostum da humoristdir. Biz bir yerdə, indi humorist insanlar bir yerə gələndə zaten nəsə formalaşır da bir şey çıxır ortaya. Qohumlarla bəziləri humoristlər, qohum tanışlarım, onlarla da oturanda bir şeylər çıxır və bir şeylər paylaşırıq. Ümumi desəm, bu dəqiqə çox blogerlər, bizim blogerlərdən hamısı viral olurlar demək olar ki, daha çox xaricə çıxırlar, videolar, paylaşdığı videolar. Mənə çox xoşuma gəlir ki, bizim Azərbaycan blogerlər də tanınır digər ölkələrdə. Mən özüm də hal-hazırda çalışıram ki, necəsə viral olum, necəsə mənim videolarım qabağa çıxsın. Onunla bağlı bəzi şeylər araşdırıram, axtarıram. Videom xaricdə hansı videolar var ki, onları götürüb çəkim, özümkiləşdirim ki, mənimki də viral olsun. Hələ ki olmur, inşallah olar da baxsa. Amma xoşuma gəlir bizim blogerlər. Çox çalışırlar, çox bu işin içindələr, bilirlər hər şeyi. Mən də çox şeylər bilmirəm, hələ aşağı balaca. Amma onlar hər şeyi bilirlər. Bilirlər nə etmək lazımdır, hardan getmək lazımdır, hansı yönlərdən istifadə etmək lazımdır ki, qabağa gedəsən. Çox xoşuma gəlir bizim Azərbaycan blogerlərinin bu hərəkətləri, davranışları çox xoşdur yəni mənim üçün. Xoşuma gəlməyən məncə davalar olur yəni. Blogerlər arasında olan gedən davalar olur ki, çox mənasız, yersiz bir şeylərdir ki, mənim fikrimcə 5 günlük dünyadır, yəni bu dünyada zaten davaların nə yeri var. Amma o da onlar üçün bir hype'dır, bir tuturlar bir şey, səhifələri qalxır. Bu tərəf hərdən biz dostum Nurlanla fikirləşirik. Bəlkə belə bir şey eləyə bizim də səhifəmiz qalxsın. Deyirəm, yox, nə imza lazımdır belə şey. Onsa səhifə qalxır da. Bu da onlar üçün bir hype'dır, amma mənim xoşuma gəlmir o sırf davalar, bir-birlərini elədikləri davalar, söz atmalar kiməsə, alçatmaqlar, xoşuma gəlmir.
Oğlan blogerlər arasında bu çox yoxdur. Əsas qadın blogerlər arasında bu daha çox baş verir. Evliyəm. Bir dənə qızım var, Alisa adında. İşləm çox gözəl. 4 yaşında bir dənə qızım var, Sərvisə özümə oxşayır. Həm təsərrüfat müdürlüyü işləmişəm arada. Ondan sonra təzədən kompüter mütəxəssisi işləmişəm. Yenə sətəm işi, yenə gedib, həmişə mən də gedib. Tomo obrazı da orada ortaya çıxıb. Çünki o xanım orada var idi. Buxalteriyada işləyirdi o xanım. Yer buxaltırdım. 40 ildir ki ben buxaltırda işləyirəm də. Bə, 40 il. Nuxala da işləyirəm. Pensiya çıxdım, hələ də işləyirəm də. Yapışmışam. Ben imkan verirəm. Cavanlar gəlsin işləsin. Elə yapışmışam kresloya. Kleyna, Mamet Kleyna yapıştırıblar məni kresloya. İmkan vermirəm ki, cavanlar gəlsin, mən çıxım getim. Yox. Hal-hazırda da işləyir. Deyəsən, bilmirəm, bu yaşı da çatıb. Yəqin çıxarmazlar sizi. O orada çıxdı ortaya. Mən buxalteriya çox gedib gəldim. Onların işim çox olurdu. Həm buxalteriya, həm mühasibatlıqla işim daha çox olurdu. Gedir gəlirdim. Ya onlar nəsə məndən xahiş edir. Mən işdə ümumiyyətlə çox belə hər tərəfli olmuşam da. Yəni kimsə nəsə əskər bir dənə zəhmət olmasa bunu elə, bu dəqiqə gələrəm. Əskər bunu elə, bu dəqiqə gələrəm. Əskər bunu aparmaq lazımdır falan yerə, bunu apararam. Ancaq belə olmuyor da. Yəni mən başımdan vururlar, bunu elə, mən də eləmişəm. Obraz da orada ortaya çıxıb. Qıraqda necə insanam? Qıraqda hal-hazırda əslində Sapreşeniya düşəndən sonra işləmirəm. Mama get çox üstümə düşüblər ki, bir iş tap, deyirəm, yox işləməyəcəyəm. Mən artıq özümü tapmaq istəyirəm. Görüm əsgər nə istəyir, nə etmək istəyir, nə işlə məşğul olmaq istəyir. Çünki illərlə mən valideynlərimin dediklərinə hərəkət eləmişəm. Yəni onlar istəyiblər, filan yerə get, filan şeyi elə, filan şey elə, onları eləmişəm. Bu momentdə mən Sapreşeniya düşəndə mənə belə bir şey gəldi ki, yəni bu sənin üçün bir fürsətdir öz istəklərini həyata keçirmək üçün. Düşündüm və dedim ki, artıq mən heç kimə fikir verməyəcəyəm. Əskər nə istəyirsə ondan hərəkət edəcək. Ona görə işdən çıxdım və başqa iş tapmadım. Tapmaq da istəmirəm. Hal-hazırda ki, bütün yükümü vermişəm bura ki, mən ancaq bu işlə. Çünki mən aktyor olmaq istəyirəm. Yəni bu mənim içimdən, ruhumdan gələn bir şeydir ki, bunu mən bastıra bilmərəm. Bastırmışam illərlə, amma artıq bastırmaq istəmirəm. Ona görə dedim ki, artıq əskər öz istədiklərinin üzrə hərəkət elə, get qabağa. Bu formada. Ancaq sən. Çünki 30 yaşına gəlib çatmırsan, artıq sən qərar vermə yaşın çatıbdır, keçirdi artıq. Qərar ver ki, sən bunu istəyirsən, bu yolla da hərəkət edəcəksən. Və çox sağ olsun ki, mənim valideynlərim mənə dəstək oldular. Bu yolda ilk aylar dəstək olmurdular. Onu da deyim. Yoldaşım da dəstək olmurdu ilk aylar, amma sonradan artıq mənə dəstək olmaya başladılar ki, yəni bəli, bu yol sənin yolundur, bu yoldan gedə bilərsən necə istəyirsən. Çünki görürlər ki, reklama da gəlir, sevilmək də artır. İnsanlar get-gedə sevirlər. Biz harası gediriksə orada hörmət edirlər, jest edirlər mənə qarşı. Və ailəm də bunu görür də. Ona görə artıq deyirlər ki, значит bizim oğlumuz istədiyi iş üzrə hərəkət etməlidir. Toman istəyirəm mən filmi çıxsın. Filmi ya serial ya film. Əslində belə bir şey gedir hal-hazırda. Prosta danışmaq istəmirdim, yoxsa danışırdım. Belə bir fikir var ki, Tomanın bir filmini çıxaraq. Danışıqlar gedir. Hal-hazırda bir senarist bir oğlan var, onunla danışırıq. Hal-hazırda çalışırıq, yəni ki, bir şey ortaya çıxaraq. Toman bir şey filmini çıxardaq da, məncə baxılacaq, seviləcək. Çünki başqa bir aspektdən baxılacaq Tomaya da, həyatı necə olub, nətər olub, hansı formaya gəlib, sonra nə olacaq. Ona görə istəyirəm ki, bir filmi çıxsın. Serial da ola bilər çıxsın. Prosta qəşəng girib eləyən lazımdır mənə. Mən Snapchat-dan oynaya bilmərəm. Əslində qorxuram biraz ki, ola bilər. Çünki mən videolar paylaşıram, ləhcə ilə bağlı videolar paylaşıram. Görürəm ki, orada çoxsu bu formada da paylaşım. Yəni aktyorum da, mən onu paylaşmalıyam, bunu da paylaşmalıyam. Tomoda sonradan çıxan bir obrazı zaten. O obrazda çoxdan var idi. Paylaşıram və görürəm ki, altda yorumlarda, yəni kommentlərdə yazırlar ki, biz Tomanı istəyirik, biz Tomanı istəyirik. Görürəm ki, yox da, mən hər dəfə Tomanı çəkə bilmərəm, amma həm ideyam o qədər deyil. Çox gəlmir ki, oturub gələ fikirləşim görüm. Nə gəlmədi ağlıma, hansı oturub fikirləşməliyəm, görüm idarədə hansı şey baş vermişdi ki, onu təzədən götürüb çəkim, ya ChatGPT ilə danışmalıyam ki, mənə biraz fikir ver ki, mən bunları çəkə bilim. Amma istəmirəm kölgəsindən qaldım. Bir ara fikirləşdim ki, bəlkə Tomanı biraz azaldım, çəkməyim. İnsanlar biraz darıxsınlar da Toma üçün də. Sonra görüm yox, bu istəyirlər. Bezdirmə də istəmirəm.
Özümü də bezmək istəmirəm. Qalmışam ortalıqda. Yəni kölgəsinə qalmıram inşallah. Həm ikisini bir yerdə aparmağa çalışacağam, bacaracağım çox güman. İra bilirsən ağzım içine girmedi. Geçmesen. Çekmeyeceğim. İra bilirsən ben Ademulu Körpü'deyim kafada. Bunun adı bizden ne? Gümüş. Gelmişim bunu çapmağa. İşte bana çapırlar ben de bunu çapırım. Çek. Geçin. Çek. Bunu da çek. Gümüşü çek. İri geçin yaptı. Ay ya. Krasavitiyim o ya. İzin saçlarına bak. Az ben saçımdan geçin bu saçım. Ne geçiydi bu? Mən İranın da, famili də belə şey kimi həmişə belə saxlamışam ki, qoy bilinməsinlər də, görünməsinlər ki, onlar daha maraqlı olur o formada. İra hələ ki Snapchat-da heç nə tapmamışam. Onu axtarıram, görüm nə tapım ki, İran bilinsin ki, bu İradır da. Tapsam bəlkə İranı çıxarda bilərəm. Famili isə hələ ki inanmıram famili çıxar. Çünki mən fikirləşirəm ki, indi qabaqda bəlkə film zad çəkərik, nəsə eləyərik. Onda famil ortaya çıxar. Çünki famildə özüm oynamaq istəmirəm. Hamısını özüm oynamaq istəmirəm. Bəlkə o çıxar. İranda deyirəm bəlkə kimsə oynayar. İndi film çəksə əgər inşallah alınsa, kimsə köməklik eləsə. Onda istəyirəm çıxsın. Çox tələb eləsələr bəlkə İranı çıxardaram, bilmirəm. Bəlkə Sabiranı çıxardaram, bilmirəm. Bəlkə fikirləşirəm də. Amma hələ ki qalsınlar, o formada qalsınlar. Tom əsas obraz kimi belə görsənsin. Famil кто звонил? Да? Сестра, ne istiyor? Bize gelir, почему? Elə bil... Famil, sənin efirdə bacım buraya belə gəlmir. Da mən bilirəm o nəyə gəlir. Gələcək ki, qardaşım, Famil, zəhmət olmasa mənim üçün bankdan kredit pul götür, əlimdə yün giriş var, Famil səni yox eləyərəm. Məsləhət fikir verməmək, öz içlərinə dönmək, içində nə istəyirsə onu da eləmək. Bizə çox insanlar video çəkirlər, mən görürəm də. Bir müddətdən sonra dayandırırlar o videonu. Çünki kommentlər ya pis gələcək, ya nəsə olacaq. Onu qaldıra bilmirlər o şeyləri. Ya ailədən kimsə deyir ki, ailə deməsə də qıraqdan kimsə deyir ki, bu nədir çəkirsən, mənas şey. Bu insanlara təsir edir ki, hə, mən doğrudan mənas bir şeylə məşğulam, amma özünə baxsa görə ki, yox, istədiyi bir şeylə məşğul olur və bu onu uğura apara bilər. Digər insanlara fikir verməsə. İnsanlar zaten həmişə danışacaqlar. Həmişə nəsə deyəcəklər. Həmişə komment. Mənə də o qədər kommentlər yazıblar, o qədər şeylər yazıblar ki, mən elə momentə gəldim ki, artıq kommentlərə baxmırdım ki, lazım deyil. Mən məsəl üçün ləhcə ilə çəkəndə mənə çox orada linçləyirlər ki, sən qax ləhcəsini çəkə bilmirsən, sən ümumiyyətlə qaxları təhqir edirsən, belə biz qaxlar bu formada danışmırıq. Amma danışırıq da. Bizim kəndin ləhcəsində bu şey var idi. Bu formada danışır. Biraz kobud formada danışırdı. Qax zonası, amma formada danışmır. Biraz daha yumşaq formada. Artıq get-gedə daha da yumşaqlaşırlar. Amma bizim kənddə bu ləhcə var. Yəni mənə də çox linçləyirlər, amma mən çox da fikir verməməyə başladım ki, mən istədiyim budur da, mən bunu çıxardıram ortaya. Sən buna baxırsansa, sən bunu sevib baxırsan da. Yəni sən sevmirsənsə, məni blok elə, çıx get. Mən maraqlı deyil. Mən bunu çəkəcəm, eləyəcəm. Niyə? Uşaqlar da, indi cavan uşaqlar da istəyirlərsə, əgər videobloger kimi fəaliyyət göstərsinlər, bu işin üstünə düşsünlər. Bunu eləsinlər, yəni. Öz içlərinə dönsünlər. İçdən falan kəs nə istəyirsən, bunu eləmək istəyirsən, elə. Sadəcə prosta mən məşhur olmaq istəyirəm deyə eləməsinlər. Yəni bunu həqiqətən istəyirlərsə eləsinlər. Mən məşhur olmaq üçün məsəl üçün eləmirdim onu. Mən istəyirdim. Çünki dostumdan görürdüm ki, çəkir, çox maraqlıdır. Biz onu çəkirdik. O müsahibələr götürürdük ondan, öz aramıza götürürdük də. Gülməli müsahibələr. Gördüm ki, necə maraqlıdır bu şeylər. Mən də eləyə bilərəm də. Mən də bunu istəyirəm çünki uşaqlıqdan bu aktyor sferasında olmaq istəyirəm. O gün bunu elədim. Linçlər gəlsə belə ona fikir vermədim, eləməyə başladım. Əgər uşaqlar da eləmək istəyirlərsə, əgər içlərinə dönsələr görərlər ki, bunu eləsə daha doğru olar. Doğrunu zaten içdən biləcəklər. İçdən varsa, iç həmişə doğrunu deyir. İnsanlar həmişə ya təhqir edəcəklər, tənqid edəcəklər, sevənlər də olacaq. Yəni bu həmişə olan bir şeylərdir. Mən misal üçün müsahibələr çəkəndə insanlar elə bilirdi ki, o həqiqətən mənəm. Amma biz orada bir obraz oynayırdıq da və ağzına gələni yazırdılar mənə. Mən demək hansı müsahibəm? Ən çox partlayan müsahibəm şey idi. Qadınların işləməsinə necə baxırsınız videosu idi ki, orada mən
biraz necə deyim, tupoy obrazı oynamışdım da. Yəni qadınlar istəməsin mən icazə vermirəm. O yoldaş mənə deyirdi ki, bəs qadın həkimin yanına getmirsiniz. Mən orada özümü şey edib çıxıb gedim, qaçırdım. Yəni bunun altına o qədər belə təhqir edici yorumlar yazmışdılar ki, mamam belə götürüb onlara cavab yazırdı. Deyirəm amma yazma. Onlar mənə yazmırlar. Onlar obraza yazırlar. Mən onu düşünürdüm ki, bu obraza yazır da mənə yazmır. Qıraqda görəndə belə mənə şey edirdilər ki, yəni sən çox gözəl ironiya eləmisən. İnsanlar yaxınlaşıblar da, çox gözəl ironiya eləmisən də. Başa düşməyənlər düşmür. Yəni mənə çox bağışlayın. Yəni mənə qıraqdan ona görə təhqirlər şeylər gəlmirdi. Yəni kimsə mənə görürdüsə qıraqda, o təhqir gəlmirdi. Təhqir ancaq kommentlərdə olub. Ona da mən fikir vermirdim. Rəqabət məncə yaxşı şeydir rəqabətdə. Çünki səni qabağa aparır rəqabət. Mən rəqabət elədim. Hüseynlə rəqabət elədim. Hüseyn xəbəri yoxdur. Mən özüm onun xəbəri yoxdur. Mən onunla rəqabət edirdim. Necə rəqabət edirdim? Səhifəmiz eyni gelirdi 30 mində. Onun da 30 mində mənim də. Mən dedim ki, yox, mən Hüseyni keçəcəyəm. Öz-özümə, onun xəbəri yoxdur. Mən öz-özümə dedim, mən onu keçəcəm. Keçdim. Gəldim 35 minə çatdım. Dayandım, Hüseyn məni keçdi. İndi rəqabətə girmişəm. Yox, mən Hüseyni keçməliyəm. Necə olur o məni keçir? Bu belə bir rəqabət, bu xoş rəqabətdir ki, yəni işləyirsən də, öz səhifən üçün işləyirsən. Başqa cür rəqabətlər, bilmirəm, blogerlər arasında hansı rəqabət. Mən çox bloger tayfası ilə o qədər hələ ki haşır neşir deyiləm deyə. Çox bilmirəm, rəqabət. Necə rəqabət var blogerlər arasında? Yaxşı rəqabətlər də var, pis rəqabətlər. Rəqabətlər məncə xoşuma gəlir. Niyə? Çünki kollab eləyirlər, bir-birləri ilə kollablaşırlar. Bir yerdə videolar çəkirlər. Çoxsu artıq görürəm ki, bu videoblogerlə heç əlaqələri yoxdur, amma birləşdilər. Bir video çəkdilər, hardan hara. Yəni bir-birinə danışırlar, məsləhətləşirlər, videolar çəkirlər. Bu xoş bir şeydir də. Mən özüm də eləmək istəyirəm bunu. Görək nə vaxt eləyirik. Bizdə blogerlərə çox belə qeyri-ciddi yanaşırlar. Bu bloger nəsənizə blogersən də nə işlə məşğulsanız. Amma bloger çox çətin bir işdir həqiqətən. O insan o içinə girməsə bilməyəcək onu ki, bu bloger nə qədər çətin bir işdir. Sən o videonu tapmalısan, videonu editləməlisən, videonun altına sözlər yazmalısan, onu fikirləşməlisən. Ümumiyyətlə ideya fikirləşmək o qədər çətin bir şeydir ki, nə çəkim, hansını çəkim, mən nə çəkməliyəm. Mən nəsə çəkməliyəm. Səhifədə aktuallığı sən saxlamalısan. Məndə səhifədə məsəl aktuallıq hal-hazırda düşmüşdü, təzədən qalxmağa başlayır da. Çünki mən bir ara başqa şeylər çəkməyə başladım. Gördüm ki, atışır, tozun Toman qatdım ortaya ki, Toman gəlsin, biraz qalxsın səhifə. Bu belə olmalıdır. Blogerlik çətin bir işdir. Ya reklamlara getməlisən, vergilərini ödəmə. Vergi ödəyirik hətta biz. Yəni bu ödənməlidir də. Bu bir işdir. Blogerlik artıq bir işdir. Influencerlıq artıq bir peşə kimi qəbul olunub da. Bu bir işdir də. Prosta insanlar bunu qəbul eləmirlər. Niyə qəbul eləmirlər? Bəlkə də blogerlərin özlərinin elədiyi bir səhvdirmi deyim. Bloger deyəndə influencerlar daha çox. Yəni o xanımlı influencerlar var ki, onlar harasa gəlməsə video çəkirlər, yəni nəsə partilər edirlər falan. İnsanlara bu şey gəlir ki, hər gün partiya, hər gün falan şeylər. Bunlar yorulmurlar, bunlar bezmirlər, bunlar. O da onların işidir əslində. Onu eləməlidirlər. Göstərməlidir. Çünki göz önündə olan insanlardır. Bunu eləməlidirlər. Influencerlar. İnsanlar blogerliyə yəni ki, get-gedə artıq öyrənəcəklər. Məncə öyrənirlər artıq, bilirlər ki, yəni blogerlik artıq bir işdir. Bir peşədir. Influencerlik bir peşədir. Bunu artıq qəbul etməyə başlayırlar. Yəni ki, get-gedə də vəbşə qəbul edəcəklər. Çünki blogerlər çoxalır. Həddən artıq çoxalır. Arasında itib baxmayaq inşallah.